internetdə Rusiya dövləti xüsusi hərbi əməliyyatda iştirak edən döyüşçülərə hansı imtiyazlar verir? Azərbaycan dövləti hansı imtiyazlar verir? Bunu baxın, hamısı internetdə açıq-aşkar var. Hamısı internetdə var. Ona görə mən hal-hazırda bir dənə misal gətirmək istəyirəm, hansı ki, həqiqətən bizim Azərbaycanlılar, həmin o hərbi əməliyyatda iştirak edirlər, çoxları orden medallarla təltif olunur. Mən bu günləri əlbəttə ki, çox təəssüflənirəm ki, çox gec aldım o informasiyanı, o xəbəri gec aldım. Demək, 22-ci ildə bizim həmyerlimiz, mən bir də təkrar edirəm, həmyerlimiz Zeynalov Artyom Ataşoğlu Rusiyanın qəhrəmanı adına təltif edilir prezident tərəfdən. Demək, 22-ci ildə həlak olub, 2022-ci ildə qəhrəmancasına həlak olub, kəşfiyyatçı olub. Mən onun atasını şəxsən tanıyıram, Ataş müəllimi. Ataş, buradan sən mənə işləyirsənsə, qardaş, Allah rəhmət eləsin, Allah sizə səbir versin. Artyom tək sizin yox, bütün Rusiyada yaşayan Azərbaycanlıların fəxridir. Bütün Rusiyada yaşayan Azərbaycanlılar Artyomla fəxr eləməlidir. Mən o Ataş müəllimi mən çoxdan tanıyıram. Mən hələ bu uşağı görəndə də hələ o balaca idi, uşaq idi. 24 yaşında gərək ki, həlak olub, kəşfiyyatçı olub. Hansı ki, qəflətən Ukrayna faşistləri bizim bu qrupaya hücum edib, Artyom özünü irəli verərək neçə insanların həyatını xilas edib. Və bizim hörmətli prezidentimiz Vladimir Vladimirovич Putin tərəfindən Artyom Ataşoğlu Rusiya qəhrəmanı elan olunub və təltif olunub. Əlbəttə ki, mən çox məyusam ki, bizim Azərbaycanlıların çoxunun bundan xəbəri yoxdur. Bu il 26-cı ildir. Biz 4 ildən sonra bu haqqında xəbər tutmuşuq. Yaxşı, bəs bizim bir cəmiyyət olaraq niyə görə bundan xəbərimiz yoxdur? Bu bizim fəxrimizdir. Biz bunu bayraq eləyib əlimizdə tutmalıyıq ki, bizim həmyerlimiz cavan oğlan öz canın Rusiya yolunda qurban fəda edib. Fəda edib ona görə ki, burada yaşayan Azərbaycanlara miqrant deməsinlər. Burada yaşayan Azərbaycanlara gəlmə deməsinlər. Sizin özünüzün yaxşı yadınızdadır. 41-45-ci ildə Həzəslavovun qəhrəmanlığı bütün Rusiya dövlətində, bütün SSR-in teritoriyasında hamımız, bütün Azərbaycanlılar hələ də Həzi Aslanovla biz fəxr edirik. Çünki o Azərbaycanlı oğludur, 2 dəfə qəhrəmanlıq adı alıb. Yaxşı, bu günləri mən indi bizim Azərbaycanlılara, bizim iş adamlarına mən müraciət edirəm. Sizin xəbəriniz varmı ki, Zeynalov Artyom Ataşoğlu qəhrəmandır, Rusiyanın qəhrəmandır, Geroy Rusiya. Sizin ondan xəbəriniz varmı? Siz dəfində olmusunuzmu? Bəli, olanlar var. Mən tanıyıram. Məmmədov Elbrus, Allah canı sağlasın, öz yoldaşları ilə bir neçə nəfər dəfində iştirak ediblər, yaxından iştirak ediblər. Volqrad vilayətinin məsul işçiləri, Volqrad vilayətinin deputatları və bütün Svetlayar şəhəri həmin dəfində iştirak ediblər. 4-5 adamın iştirak etməsi bu bütün Volqrad vilayətinin Azərbaycanlıların iştirak etməsi deyil. Başa düşürsünüz? Mən yenə deyirəm, Allah rəhmət eləsin Artyoma. Allah Teala Məmmədov Elbrusun canı saxlasın, onun yanında olanlar, bir yerdə gedənlər, indi hamısının mən xəbərim yoxdur. Allah onların nətərdir? Balaların saxlasın, canlarını saxlasın ki, onlar Azərbaycanlı olan
Rusiya qəhrəmanının dəfnində iştirak ediblər. Bu böyük bir şərəfdir. Əlbəttə ki, mən yenə də Ataş müəllimdən üzr istəyirəm. Allah Taala'dan ona səbir diləyirəm. Və mən fəxr edirəm ki, Ataş, çünki Ataşı mən yaxından tanımışam. Sən elə bir oğul böyütmüsən, vətənpərvər, məndə olan məlumata görə könüllü gedib, universitetdə oxuyurmuş, könüllü gedib və kəşfiyyat qrupasından düşüb kəşfiyyatçı olub. Allah Taala bir daha ona Allah Taala'dan rəhmət diləyirəm və istifadə edərək mən yenə də Azərbaycanlıları üstüram. Biz Azərbaycanda burada bərk gedən biznesmenlər çoxdur. Mən bu sözdən qorxmuram deyəm. Sizin xəbəriniz var bundan? Siz bilirsiniz Ataş hansı mühitdə böyüyüb? Valideynləri kimdir? Bu günləri siz öz kabinetinizdə prezidentdən başqa Artyomun şəklini qoymalısınız. Çünki Artyomla biz fəxr edirik. Bu günləri bizim dilimiz qısa deyil. Bu günləri heç kim deyə bilməz ki, biz bura gəlməyik, biz bura migrant o. Böyük vətən müharibəsində də biz Azərbaycanlılar böyük şücaətlər göstərmişik. Bizim atalarımız, babalarımız. Hal-hazırda da bizim balalarımız Rusiya vətəndaşı olaraq öz vətənlərini qoruyurlar. Biz onlardan fəxr edirik. Ataş, sənə can sağlığı arzu edirəm. Hökmən, mən səninlə görüşəcəm. Allah rəhmət eləsin. Allah səbir versin. Bizim Azərbaycanlılar, bizim iş adamları, bizim o ziyalılar, xahiş edirəm bundan dərs çıxarsınlar. Çünki biz elə insanlara kömək eləməliyik. Bu günləri hansısa bir biznesmen, hansısa bir iş adamı, hansısa bir təhsil adamı Azərbaycanlılardan söhbət gedir. Siz Ataşı axtarıb tapmışsınızmı? Ataşa öz köməyini uzatmışsınızmı? Ataşa zəng eləyib demisinizmi ki, ay Ataş, sən nə dərdin var? Nə problemin var? Mən indi o məsələyə qayıdacağım. Hansı ki, SVO'da kömək edir, SVO'da savaşırlar. Buradakı bizim Azərbaycanlıların çoxunun ondan xəbəri yoxdur. Ona görə Artyomla biz fəxr edirik. Bir də mən sizə onu deyim ki, Zeynalov Artyom Ataşoğlu 22-ci ildə həlak olub. Volqograd vilayətində birinci Rusiya qəhrəmanıdır. Ən birinci qəhrəman bu xüsusi əməliyyat başlanandan, özünüz bilirsiniz ki, xüsusi əməliyyat 22-ci ildə başlayıb, ən birinci qəhrəmandır Volqograd vilayətindən. Mən bugün onun valideynləri qarşısında baş əyirəm. Bu vətənpərvərliyə görə, bu qəhrəmanlığa görə. Ataş, vətən sağ olsun. Allah rəhmət eləsin. Bəli, mən bir də deyirəm, vətən sağ olsun. Bir də deyirəm ona. Bura bizim vətənimizdir. Allah Teala orada savaşda olan bizim həmyerlərimizə can sağlığı versin. Uğurla evlərindən qayıtsınlar. Bizim ziyalılar, bizim iş adamları bu işlərdən bir daha özlərinə, başlarına fikirləşsinlər ki, həqiqətən bizim başımızı uca eləyən, bizim hər tərəfli hüququmuzu yerinə yetirməyə imkan yaradan insanlardan biri də Zeynalov Artyom Ataşoğlu'dur. Ona görə biz 24 fevral 2026-cı ildə saat 18:00-da demək Restoran Fusion'da aktiv zalda bizim yığıncağımız olacaq. Saat 6'da, 22'sinde.
mən buradan müraciət edirəm Volqograd vilayətinin iş adamlarına, ziyalılarına. Çoxlarına mən zəng edirəm, deyirəm, ayın 24-də yığıncağımız olacaq. Zəngi qəbul edir, priqlaşeni qəbul edir, ancaq gəlmir. Bəziləri bəhanə axtarır. Hay, mən burada deyirəm, filan yerdəyəm. Kimisi deyir, mən xəstə aparmışam. Kimisi deyir, mən məşğulam. Bizim saat bir məşğulluğumuz var. Mən buradan hamıya, bütün iş adamlarına, ziyalılara müraciət edirəm. Hal-hazırda biz Azərbaycanlıların, Volqogradda yaşayan Azərbaycanlıların bir dənə işi var. SVO-ya kömək etmək, yardım etmək. Başqa bizim işimiz ola bilməz. Xüsusi hərbi əməliyyatda olan hər bir Azərbaycanlını biz tanımalıyıq. Bütün Azərbaycanlıları hansı ki orada iştirak edirlər. Bizdə onların siyasi olmalıdır. O Azərbaycanlıların. O Azərbaycanlılar bizi müdafiə edir burada. Bir Azərbaycanlı olaraq. Bizim başımızı uca edir. Bu günləri qonşunun qonşudan xəbəri yoxdur. Ki kimin oğlu savaşdadır, kimin oğlu yaralıdır, kimin oğlu rəhmətə gedir. Niyə görə bunu biz bilmirik? Rahat yaşamaq öyrənmişikmi? Rahat yaşamaq üçün gərək SVO iştirakçıların biz tanıyaq. Onlara yardım edək. Bəsdirin orada burada alladıcı yollarla, adam anlatmaqla mən bunu hamıya şamil etmirəm. Bəzi adamlara şamil edirəm. Söz verməklə qutarım məsələləri. Bu günləri Rus dövlətinə, Rusiyanın problemi var. Həmin problemlərdə biz də iştirak etməliyik. Əgərləri yaşımız çoxdursa, imkanımız yoxdursa savaş eləməyə, savaşa getməyə, onda biz yardım əlimizi uzatmalıyıq. Həmin yardım əlini ki, vaxtı ilə Rus xalqı bizə göstərib. Mən bayaq çıxışımda mən qeyd etdim. Təhsil almışıq, uşaqlarımızı böyütmüşük, biznes qurmuşuq. Ona görə sizdən xahiş edirəm, mənim bu müraciətimi siz səmimi qəlbdən özünüzə münasib biləsiniz. Zaman zaman bizim savaşda olan uşaqları yada salasınız və onlara kömək əlinizi uzadasınız. Bu günləri hərbi əməliyyatda iştirak edən Azərbaycanlıların böyük imtiyazları var dövlət tərəfindən. Lakin elə imtiyazlar var ki, valideynləri savadsızdır. Bilmirlər ki, kimə, hara müraciət etsinlər. Ona görə də biz Azərbaycanlılar, Volqogradda yaşayan Azərbaycanlılar, cəmiyyətin daxilində hüquqşünasımız olmalıdır. Yuristimiz olmalıdır. Bütün Azərbaycanlılara biz çatdırmalıyıq ki, cəmiyyət hal-hazırda pulsuz, pənəsiz, yurist, advokat lazımdırsa təmin edəcək cəmiyyət. Buna hamımız etməliyik. Bu günləri bizim həlak olanlarımız var. Ona söhbət yox ki, dövlət müvafiq dərəcədə, küllü miqdarda həmin o həlak olanlara pul verir, yaralılara pul verir. Kimi lazımdırsa Azərbaycana göndərirlər. Bu dövlətin işidir. Bunu dövlət edir. Yaxşı, bəs biz bir cəmiyyət olaraq, bir Azərbaycan olaraq kimə hansı hörmət eləmişik? Mən bir-iki dəfə, üç dəfə cəmiyyətdə olanda bəzi adamların ağzına sizə mənə baxışda o. Çollu yığışmır, sığışmır. Çoxları sabraniya olanda, yığıncaq olanda aydan ulduzdan danışır. Mən beliyəm, mən beliyəm, mən beliyəm, mən bunu edərəm, mən bunu edərəm. Ancaq konkret işə gələndə, onun işi olur, onun vaxtı olmur, ya da truplarını götürmür. Mənim dünyada ən çox sevmədiyim şey,
Mən zəng eləyəndə mənim trubkamı götürməməkdir. Mən bunu özümə qarşı saymamazlıq sayıram. Var el adamlar, az da olsa var. Başa düşürsünüz? Onlar az da olsa var. Həmin adamlar. Mən o adamlara müraciət edirəm. Əgər mən sizə zəng edirəmsə, xahiş edirəm, mənim zəngimi götürəsiniz, cavab verəsiniz. Mən də sizin kimi bir insanım. Mən hüququm sizdən çoxdur, sizin də hüququnuz mənimkindən çoxdur. Mənə maraqlı olan odur ki, siz öz mövqeyinizi bildirəsiniz. Əziz həmvətənlərim. Bədbax ol, bədbax. Mən sənə zəng eləyirəm, sən trubkanı götür. Gəl, nətər deyim, lor dildə deyim. Sən trubkanı götür. Mən sənə deyəndə ki, belə bir iş var. Yığılmaq lazımdır, kömək eləmək lazımdır. Sən denən ki, Nazır qardaş, mən sizinlə deyiləm. Sən bunu denən. Sən mənə mövqeyi bildir. Ki, mən bilim. Sən Rusiya vətənini sevirsən, sevmirsən. Səndə Rusiyaya qarşı vətənpərvərliyi var, yoxsa yox? Sən buranın vətəndaşını nə ilə təsdiq eləyirsən? Ki, həqiqətən sən mənim problemimi, devlətin problemini, başqa Azərbaycanlıların problemini özünün problemin kimi görürsən. Söhbət bundan gedir. Bundan gedir, ailələ. Ha, qardaş, bundan gedir söhbət. Yoxsa sən durub mənə cavab verməmək, ya başqalarına demək ki, mən deyəndə ki, filankəs hardadır, filankəs hardadır, filankəs hardadır. Sən o adamlara deyirsən ki, mən telefonumu nazirə verməm. Verəndə nə olar? Niyə görə? Ona görə mən həmişə deyirəm ki, mən sevirəm o Azərbaycanlıları ki, mən canımı fəda eləyərəm o Azərbaycanlılara ki, dili ilə ürəyi düz gəlir. Bura ilə bura düz gəlir. Başa düşürsən, burada nə deyirsə, burada da onu fikirləşir. Əfsuslar olsun ki, çox əfsuslar olsun ki, 20-30% bizim vətəndaşların bura ilə bura düz gəlmir. Danışanda aydan ulduzdan danışırlar. Ancaq konkret iş olanda deyirlər mənlik deyil. Başa düşürsünüz? Söhbət bundan gedir. Söhbət vətənpərvərlikdən gedir. Söhbət Azərbaycancılıqdan gedir. Ki, mən Azərbaycanlı olaraq bu günləri Volqograd vilayətində bir vətəndaş kimi hərbi əməliyyata hansı işləri, hansı köməyə eləmişəm. Söhbət bundan gedir. Başa düşürsən? Mən çox gözəl başa düşürəm. Çox gözəl başa düşürəm. Ki, vaxtında cəmiyyətlər olub, allatma olub, atma olub, nə bilim mən, pıl yığmaq olub, hər cür şeylər olub. Əziz həmvətənlər, onda siyasət də başqa idi. Onda biz özümüzü Azərbaycanın himayəsində hiss edirdik. Başa düşürsən? 14-15 dənə cəmiyyət var idi. Hamı çalışırdı ki, Azərbaycanın himayəsində olsun. Kim Azərbaycana yaxındırsa, o diaspora işləyir. O diasporaya 5. Əla. İndi siyasət dəyişir. Başa düşürsən? İndi мы должны показывать, к чему мы способны. Что мы можем. Bu günləri, bəli, bizim Azərbaycanlılar, həqiqəti demək lazımdır, təklikdə. Demək olar ki, 90% iş adamları, biznesmenlər hamısı SVO-ya kömək edir. Ancaq necə kömək edir? Mən deyim sizə bir onu. Başa düşürsünüz? Zəng edirlər hardansa, ya naçəlniki, ya administrasiyası, ya kimdirsə zəng edir ki, filan kəs. Hə, bəs SVO-ya kömək lazımdır, filan qədər ya pul gətir. Ola bilsin ki, pul olmasın, ola bilsin ki, başqa şey, əşya olsun. Geyim əşyaları olsun və ya başqa cür olsun. Ərzaq olsun. Bizim Azərbaycanlıda yügürə qaçır, nə lazımsa hamısını eləyir. Həmin o xahiş eləyən adam servisdən bir dənə qramata çıxardır, deyir ki, ala, bax bu qramata sənin. Hansı ki, o qramatın heç harda kötüyü yox. Bu günləri mən sizə yoxlanılmış bir informasiya verə bilərəm ki, bu günləri nə hansı ki yardım işinə məşğullar,
yardım işi bu nədir? Bu demək, devlət tərəfindən Narodni Front var, hansı ki yardım edir həqiqətən Volqarad vilayətinin Narodni Front təşkilatı, hansı ki vaxtilə prezident tərəfindən yaradılıb, Volqarad vilayətində böyük yardım edir. Yedin Rusiya yardım edir. Gubernator yardım edir. Bilirsiniz, bura Rusiyadır, bura başa düşürsünüz, bura pravoy devlətdir. Qanunlar əsasında qurulmuş devlətdir. Rusiya dərin bir devlətdir. Rusiya ağır bir devlətdir. Hər bir yardım, hər bir təşkilatdan, qeydiyyatdan keçir. Əhməd, Məmməd, filan kəs, filan qədər yardım elədi. Məndə məsələn hal-hazırda siyahı yoxdur. Bizim neçə dənə Azərbaycanlımızın burada İP-si ya OO-su var. O da olacaq. Bir dənə İP, Azərbaycanlı direktor olan İP ya Azərbaycanlı OO olan təşkilat, organizasiya mənlə Narodni Frontda nə qubernatorun saytında, nə Yedin Rusiyanın saytında və ya başqa saytlarda, ümumi saytlarda mən tapa bilmədim ki, bir Azərbaycanlı İP ya OO hərbi əməliyyata kömək edib. Siz mənə inanırsınız mı? Mən fikrimi sizə çatdıra bildim mi? Ay mənim dostlarım, ay mənim həmyerlilərim. Bir dənə təşkilat, İP ya OO ya cəmiyyət yoxdur ki, qeydə alınsın ki, hərbi əməliyyata filan qədər yardım edin. Bütün millətlərdən var. Bütün millətlərdən var. Bir Azərbaycandan yox. Əgər mənə inanmırsınızsa, baxın bütün saytlara. Bütün saytlar hamısı öz işini göstərir. Kim yardım edirsə, kimə yardım olunubsa, hamısını yazırlar, qeydiyyatdan keçirdilər. Sizin o aldığınız qramatalar var, ha. O ki, peçat, o Xerox'dan çıxardılar, verirlər, ha. Sizin yerinizə o olana da öz adından yazır, yuxarı təşkilatlara raport yazır ki, mən bunu elədim. Əhmədin, Mamedin adı heç yerdə yoxdur. Başa düşürsünüz buna? Heç yerdə bizim insanların, bizim adamların heç yerdə adı yoxdur. Bu bizim için bu ayıp değil mi? Özünüz nə fikirləşirsiniz? Xahiş edirəm, kommentariyada özünüz yazasınız sonra. Siz özünüz nə fikirləşirsiniz o haqda? Ancaq hər bir Azərbaycanlı, hansı ki İP-si var, OO-su var, mən də bilirəm ki, telefon zəng edirlər, hə, filan qədər get, filan qədər ərzaq gətir, filan qədər mal gətir. Gətirir, verir. Başqa heç bir millətdə belə eləyən yoxdur. Mən sizi inandırırım. Başqa millətlərdə heç kimə zəng eləmirlər ki, filan şey gətir. Başa düşürsünüz? Bax, adama, nətər deyim, incidən, adama dəyən, bax, budur. Bizim millət eləyirik, ancaq heç adımız yoxdur. Bəs niyə görə? Ona görə də mən təklif edirəm. Mən sizə rica edirəm. Əzizlərim, gəlin bunu mütəşəkkil şəkildə eləyək. Gəlin bunu təşkilatlandıralım. Gəlin bunu bir yerdə eləyək. Gəlin bunu eləyək bir yerdə. Kütləvi informasiya şəbəkələri göstərsin. İnternetdə göstərsinlər, yazsınlar. Televizorlarda göstərsinlər ki, həqiqətən Azərbaycanlılar bu köməyi, bu yardım etdilər. Təntənəli surətdə, legal surətdə, açıq şəkildə. Bunu gəlin edək.
Niye göre bunu etmirik? Ona göre ne kadar biz bunu etmirikse başkaları bizden istifade edir. Ona göre de biz her gün iştirik ki bəli, bir Azərbaycanlı belə elədi, bir Azərbaycanlı el elədi, yaxşı iş görmədi. Niye göre bu? Gelin bizim bu yaxşı işlerimizi koy gitsinler de. Niye göre o pis işler hal-hazırda sırıtsız masası informasiyada yaxşı işleri nətər deyim, yuxarıda olur həmişə. Önləyir. Niye göre? Elə bu bizim yaxşı işlerimiz olsun da. Həmin o yaxşı işleri biz gelin göstərəyən də bir yerde. Niye göre bunu etmirik? Kim bize mani olur? Bilirsən, bütün bu incilikləri, bütün bu narazılıkları hamısını kənara qoymaq lazımdır. Biz o incilikləri yaddan saxlayacaq, filan kəsin filan kəsin arası yoxdur, filan vaxtı, filan yerdə pislik eləyir. İndi başqa zamanadır. İndi hal-hazırda bu illəri, mən bir aylar ildir, bizim prezidentimiz bu ili xalqlar dostluğu elan edib. Da gəlin özümüzü göstərəyən də bizdə. Gəlin eləyən ki, bax biz Azərbaycanlılar Volqaqrad vilayətində. Biz bunu başardıq, biz bunu elədik. Ki sabahlar o kimlərsə mənə deyir ki, ay bəs diasporanı qoymurlar, diaspora belədir, filandır, bəs məkandır. Onda bizim argumentimiz var. Biz bax bunu edirik. Biz qanunsuz heç nə iş görmürük. Başa düşürsünüz? Burada heç kimin də, mən sizi inandırıram, heç kimin də burada nətər deyim, fərqli fikri yoxdur. Kimsə nətər deyim, kimin puluna mənimsəmək istəyir, kimin sənətə, kimin şotdansa məsələn dövlətlənmək istəyir, xeyr. Hər şey o, Rus demişən, hər şey prozraçındır. Başa düşürsən? Komitet yaradılıb. Komitetdə 7-10 nəfər adam olacaq. Nə alınsa hamısı göz qabağında olacaq. Hamısını təhlil verəcək. Kim frontla əlaqədədir, həmin organizasiyalara. Onu biz göstərəcək. Deyəcək ki, bunu biz eləmişik. Burada mən bir pis şey görmürəm. Qabaqdan Novruz bayramı gəlir. Novruz bayramını keçirtməyə hal-hazırda biz hazırıq mı? Bu bizim məqsədimiz də biz deyirik ki, biz adət ənənələrimizi, milli kimliyimizi biz qorumalıyıq. Başa düşürsən? Əgər bunu biz üstümüzə götürmüşüksə, əgər bu bizim hədəfimizsə, bizim məqsədimizsə, biz Novruz bayramını keçirtməliyik də. Bunu da eləməliyik də biz. Hansısa Azərbaycandan bir müğənni gələndə pulları paçka ilə çıxardıb paylayırsınız. Özünüzü göstərməkdən ötürü. Göstərmək istəyirsən özü, gəl bax yardım eləyək də. Gəl yardım eləyək. Xüsusi hərbi əməliyyat işçilərdən gəl yardım eləyək. Onunla fəxr eləmək lazımdır. Yoxsa müğənnilərə başına pul tökməklə yox. Həmin o müğənnilər hansı gəlirlər burada toyda oxuyurlar, valla gidib bizə gülürlər. Allah haqqı, bizə avam sayırlar. Bizə avam sayırlar. Hansı ki o müğənnilər buradan Rusiyadan pulu aparırlar. Nə Rusiyada vergi verirlər, nalog verirlər, nə Azərbaycanda vergi verirlər. Sən sabahları Bakıya gidəndə deyirsən ki, mən filan müğənniyə filan qədər pul xərcləmişəm. Zəng eləyim, görüm hardadır. Sən cavabında deyir ki, bu mən Bakıda yoxam. Mən filan yerdəyəm. Neçə dəfə bilinçli hadisələr olub, jurnalistlər gəlib, müğənnilər gəlib, bütün hörmətlər eləmişik. Bakıya gedəndə deyiblər ki, biz Bakıda deyilik. Bizi avam sayırlar da, başa düşürsən? Bizi avam sayırlar. Yaxşı, sən o müğənnilərdə xərcləyirsənsə, bəs niyə görə? Mən bir aylar dedim. Sən bunu SVO-ya yardım eləmirsən, bir bəhanə gətirirsən. Niyə görə? Niyə görə bunu edirsən?
Bunu ilə həm başın ucu olacaq, bu günləri devlətin siyasəti budur. Bu günləri nəyin bahasına olursa olsun, Rusiya Federasiyası qələbə çalmalıdır. Çalacaq da inşallah. Buna heç kimin şübhəsi olmasın. Heç kimin şübhəsi olmasın. Biz yardım eləsək də, biz yardım eləməsək də, Rusiya Federasiyası, Rusiyanın hərbi qüvvəsi Ukrayna üzərində qələbə çalacaq. Siz mənim bu sözümə inanın. Bu həqiqətdir. Buna görə bugün ola bilsin ki, mən çox danışdım. Ancaq ki, həqiqəti danışdım. Bir də mən hamının nəzərinə çatdırıram ki, xahiş edirəm mənim bu çıxışımı əsasən də Volqrad vilayətində paylaşın. Bir daha mən sizə müraciət edirəm. Ayın 24-də, fevralın 24-də saat 18:00-da biz Fusion'da yığışırıq. Yığıncağımız olacaq. Bir dənə məsələmiz var. SVO-ya kömək. Bundan başqa bizim məsələmiz yoxdur. Ona görə xahiş edirəm, yorumlarda öz fikirlərinizi yazasınız və hamımız bir yerdə, bir vətənpərvər kimi, Azərbaycanlı kimi qələbəmizin tezləşməsi üçün öz yardımınızı əsirgəməyəsiniz. Bu bizim hamımıza lazımdır. Sağ olun, gələn görüşlərə dək.